Tanrım onu daha çok bol xeyirli bərəkətləsin, qaldırsın, yüksəltsin və Rabbimizin adı onun həyatında daha bol izzətlənsin və Almanya'da olduğu kilsədə onun qədrini, qiymətini daha çox bol bilsinlər və Rabbin gözündə onsuz da dəyərli, bu bacımız da dəyərlidir və insanların da ürəklərinin gözü nurlansın, o dəyərli görsünlər. O işığı, o nuru bu ablamızın üzərində görsünlər İsa Məsih'in adıyla. Amin. Və keçirik alqışlamağa. Əziz dostlar, hər birimiz bilirik ki, bütün imanlı bacı qardaşlarımız, Tanrıya bizdən nə lazımdır? Alqış. İzzət. İzzət, alqış, bizlərdən bütün təriflər Rəbbi hoşunu edir, yəni Rəbbi sevindirir. Çünki o hər şeyi verən Tanrıdır. Bircə bizim minnətlər olmağımız, bizim onun adını ucaltmağımız, onun adına izzətlər, alqışlar, şöhrət oxumağımız onu sevindirir. Bir ata kimi görür ki, evladları onun adına görə, onun böyüklüyünə görə sevinir, alqış edir, alqış oxuyur, şükür edir. Və mən də yenidən bu məbədimizdə olduğuna görə, sevindiyimə görə bu sevinç hissimi bu ilahi ilə və Rəbbə alqışlarla istəyirəm bildireyim. Bu hansı ilahidir? Bu ilahi akşam da biz canlı yayında okumuştuk. Her şey çok güzel, babamın elinden, hey, babamın elinden, babamın elinden. Her şey çok güzel, Tanrı'nın elinden, sevinç var. Gel benimle gel, gel babamın elinden, Tanrı'nın elinden, Tanrı'nın elinden. Gel benimle gel, gel Tanrı'nın elinden, sevinç var. Yol ve bir sadır Tanrı'nın evine, Tanrı'nın evine, Tanrı'nın evine. Yol ve bir sadır Tanrı'nın evine, sevinç var, sevinç var, sevinç var. Rəbbə həmd olsun, sevinç var. Həqiqətən dərin, əziz dostlar, biz sevinən kimi, yəni dünyada insanlar sevinə bilmir. Çünki həqiqəti hələ dərk etmirlər və həqiqəti bilmirlər ki, hər bir gücə qadir olan Tanrı var. O da İsa Məsih vasitəsilə ona əlimiz çatır, səsimiz çatır, haqqımız və hüququmuz çatır. İsa Məsih'in adıyla. Amin. Bizdə demək, müqəddəs kitabda Zəbur 118-cidə 24-dən 29-a can çox gözəl sözlər var. Məhz bu 7-ci gün üçün yazılır və o sözlərdən bir ilahi gəldi, oxuya bilirlər. Zəbur 118-dən. Bugünü Rabbim bizim için dedi, önünde